Şirvan şəhərinin bir qrup sakini uzun zamandır ki, məhəllələrində yaranan antisanitar vəziyyətdən şikayətçidirlər. Belə ki, illərdir kanalizasiya sarıdan çətinlik çəkən sakinlər yay-qış natəmizlikdən, üfunətiyindən təngə gəliblər. Döymədikləri qapı, müraciət etmədikləri qurum qalmasa da, onlara normal cavab verən, bu məsələni həll eləyən yoxdur. Əməkdaşımız Kürçaylı Məmmədov sakinlərin müraciəti ilə məsələni araşdırmağa çalışıb, izləyək. Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsi Dalan 3-də yaşayan sakinlər evlərin lap yaxınlığından axan kanalizasiya sularından şikayətçidirlər. Yay-qış pis qoxu, ağcaqanadlar və nəmişlik onlara öz evlərində yaşamağa imkan vermir. Üfunət iyindən burada yaşayıb qalmaq olmur. Yayda milçəkdən, qışda da ki üfunətin iyi. Baxın, qonşunun çəpəri uçdu zinədən. Təzə bax daş döktürüldü. Hamısı bax, bu xanım müəllimədir, bax bu evin yiyəsi. İnanın ki, nə həyətdə gəzə bilir, nə pəncərəsini aça bilir. Düz bir əsrdir bu. Bu bizim ən gözəl yerimizdir küçəmizdə. Ən gözəl yerimiz. Uşaq vaxtından görmüşəm ki, hər zaman bu kanalizasiya sistemi belə olub bu küçədə. Heç vaxtı qapalı vaxtını görməmişik. Qış aylarında bu vəziyyətdədirsə, məsələn, bu iydən qoxudan yaxınlaşmaq olmur. Təsəvvür edin, yayda mığmığadan, iydən qoxudan heç cürə bu tərəflərdən keçirin, məcbur qalıb cəmaət, amma çox çətin olur da hər şey. Burada qamışlıq yanmışdı bir müddət öncə. Qamışlıq yananda cəmaətin evinə doğru gedirdi artıq yanğın. Həmən vaxtı evdə partlayış ola bilərdi, yana bilərdi cəmaətin mənzilləri. O bataqlığa neçə dəfə balaca uşaqlar düşüb. O uşaqlar orada boğula bilərdi, ölə bilərdi. Neçə dəfə gəliblər, demişik, şikayət də eləmişik. Evdə uğranıb, yaman gündədir hamısı. Heç kim də gəlib bura baxan yoxdur. Sakinlərin bildirdiyinə görə yağışlı havalarda kanalizasiya suları daşaraq həyətlərə, evlərin zirzəmilərinə dolur. Bu səbəbdən hasarlar da evlərdə ciddi ziyan görür. Yayda burada ağcaqanad əlindən dəbərmək olmur, iydən yaxın getmək olmur. Küçədə uşaqlar top oynayır, gəlir düşür ora. Düşürlər, görürsən ki, batdılar gücünə, biri daşı boğulurdu, gücünə çıxartdılar onu. Yağış yağanda hamısı gəlir, küçəni basır, bu qır küçü ilə axır. Düz üstümüzə, zaborum zadımda, yasarım aşıb gedir. 60 ildən çoxdur bu cür vəziyyətdə yaşayırıq. Evlərimizin altı suyun içindədir. Əgər istəsiniz, gedib göstərə də bilərik. Deşirik biz daşla, əllərimizlə təmizləyirik. Yağış yağanda potları geyinirik. Potun içi su ilə dolur. Çox xahiş edirik, bizə köməklik edilir. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsin Şirvan şəhər su kanal idarəsində olduq. İdarədən bildirilib ki, adı çəkilən yerdə olan problemin layihələndirilməsinə start verilib. Hal-hazırda Şirvan şəhərində mərkəzləşdirilmiş su kanal tullantı sularının idarə edilməsi ilə əlaqədar Şirvan şəhərində Dövlət Su Agentliyinin və İri Şəhərlərin Birləşmiş Su Kanal Xidmətinin dövlət layihəsi çərçivəsində işlər davam edir. Həmin işlərlə əlaqədar mühəndis texniki işlər başa çatmış, qeyd olunan ərazidə həmin işlər davam edəcəkdir. Mühəndis texniki işlər başa çatdıqdan sonra həmin ərazilərdə artıq işə başlanılacaqdır. Qurumun cavabından aydın olur ki, Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsi Dalan 3-də yaşayan sakinlər hələ biraz da səbr etməli olacaqlar.